Şikayətlə bağlı danışaq. Artıq sosial şəbəkələrdə də bununla bağlı dəfələrlə qarşıma çıxan bir səhifə var. Müştəriyəm, şikayətim var. Çox maraqlıdır. Orada azad şəkildə insanlar belə deyim də, getdiyi mərkəzdən, istər restorandan, istər mağazadan, hər hansı bir fərqi yoxdur. Biznes mərkəzindən istifadə eləyib, məhsuldan istifadə eləyib, məmnun qalmırlar və rahatlıqla orada öz fikirlərini bölüşürlər ki, mən buna görə orada məmnun qalmadım və şikayətim var. Çox qəşəng bir adekvat cavablar var orada. Mənim çox xoşuma gəlir. Gəlin bu məsələyə toxunaq ki, müştəri ümumiyyətlə niyə narazıdır? Nədən şikayət edir və bunun üçün nə lazımdır ki, biznes sahibi də bunun qarşılığında nəsə etməlidirsə, nə edəcək? Bəli. Sırf bu məsələni tədqiqatını aparan, öyrənən ayrıca bir ISO standartı var. ISO 10002-2018 deyilən bir standartdır. 2018 onun nəşridir. Adı müştəri məmnuniyyətinin idarə olunmasıdır. Customer Satisfaction belə gedir. Burada nədir? Deyir ki, müştəri tərəfindən uyğunsuzluq nə vaxt aşkarlanır? Müştəri gözləntisi qarşılanmayanda. Bəs müştərinin gözləntisi nədir? Bunu sahibkar özü bilirmi? Və yaxud da müştəri özü başa düşürmü ki, ümumiyyətlə nə istəyirdi? Bax, bu məsələlər hamısı qarşılıqlı toqquşma əmələ gətirir. Deməli, o standartda belə bir dənə kəlmə var. Deyir ki, satıcı, yəni məhsulu və xidmət təqdim edən şəxs müştərinin bəyan eləmədiyi sifarişləri öncədən müəyyən eləməlidir. Bax, bəyan eləməyən sifariş nədir? Mən sizə maraqlı bir nümunə deyim. Biz bir dəfə bir ofisimizdə bir xalça, yəni yerdə bir kavralit var idi. Onun yuyulmasını istəyirdik. Bir xalça şirkətinə, xalça yuyma şirkətinə yığdı. İnternetdə ilk qabağımıza çıxan. Adamları dəvət elədik. Dedi ki, bizdə xalça var. İndi hardan xalça qoyduq bilmirəm mən. Birinci dəfədir bu işi görürəm. Gəldilər, dedilər ki, xalçanı verin aparaq. Dedik, hara aparız? Xalça yəni yerdədir, bu burada yuyulmalıdır. Və onlar çox bizə böyle pretenziya elədilər ki, siz niyə bizə demirsiniz ki, bu buradadır və gəlib biz onu aparat gətirək, yuyaq. Və belə bir münaqişə fason bir vəziyyət yarandı. Yola saldıq yoldaşları, hətta bir gəlmə getmə xərclərini ödədik ki, yəni sıxıntı olmasın. Növbəti şirkətə yığdıq. Adamlar bizə bir 10-a yaxın sual verdilər. Onun üstünə nə tökülüb, nə qədər vaxt oradadır, oradan mı yuyulacaq, yoxsa o oradan çıxa bilərmi? Üstündəki əşyaları siz mi daşıyacaqsınız, biz mi daşıyacağıq? Yəni biz biraz yorulduq, amma bu suallara cavab verdik. Çox peşəkar səviyyədə gəldilər, yerində də işi gördülər, çıxdılar, getdilər. Yəni buradakı mənim narazılığım, bəlkə də xalça yuyma şirkəti çox daha keyfiyyətli yuyacaqdı bunu, bəlkə də çox ucuz yuyacaqdı. Amma yanaşması, məni başa düşməməsi və mənim tələbə uyğun cavab verməməsi mənim onlarda keyfiyyətsiz iş gördüyünə dair bir fikir yaratdı. Müştəri o vaxt narazı olur ki, o tələb elədiyini düzgün çatdıra bilmir və qarşı tərəf də bunu anlamır və eşitdiyini verir. Satıcı müştərinin ağzından çıxanı verdiyini düşünürsə, o elə bilir ki, o nə istədi onu verdim, amma onun altına getmir.